Erdistan'ın bu açıklamaları 500 ildir bu məmləkətdə heç bir iş görməyən, əlini ağdan qaraya bir işə vurmayan Molla Seyid təbəqəsinin çörək ağacının rişələrini baltalayır. Diqqət edirsinizmi? Özü de işin əhlidir. Bunu bizler de deyirik. Orada burada sen de danışırsan, ben de danışırım, başkaları da danışır. Ama bizim sözümüzün təsiri olmaz. Çünkü bu özü hem Hoca elmi hukumda yetişib değil mi? Cikini bökünü bilir bu ədəbiyyatın. Sənətlə danışır. Mesela deyir ki 9. imamı niye öldürmüşler? Karşısındaki adamdan soruştu. O da deyir, onun bu mövzuya daxili yoxdur. Niyə yoxdur? Sən əymə əthar dediğin kəslərdən danışırsansa, birinin haqqında danışdığında hamısı məsumdursa, hamısını ilgiləndirir də. Cavab verə bilmir, bilmir axı. Deyir, onun əlaqəsi yoxdur. Deyir, mən sizə deyim. İmam-ı Cavad birinci xanımının üstüne ikinci cavan bir dənə xanım alır. Birinci xanım da qısqanır, imamı zəhərləyib öldürür. Deyirlər, şəhid olub. Öz şəhvəti yolunda adam ölmüş, öz qadını öldürmüşsə, bizim boynumuza sırayırlar, şəhid olubdur. Bunları söyləmək çox təhlükəlidir. Məsələn, Əkbər Nəcət vardı o da. Yaxşı danışır. Onun bir dənə kaseti var, aslında kulaq asa bilərsiniz də. Yazsanız onun kasetini İmam Rıza və Türklər görəcəksiniz. Bu 12 imamın hamısı Türklərə düşman olarak baxmışlar. Çünkü o zamanlarda Türklər gök tanrıcıydılar, müşrik sayılırdılar bu bir. İkincisi, Türklər İslamı kabul heç vaxt etməmişlər, indi də etməmişlər. Axıdan kabul etməyən la ilahe illallahla müsəlman olar adam. Sənin ana dilində heç bir şey yoxdur. Atatürk'e qədər Türklər bilmirdilər İslam nədir, bir dənə xəbər idi. Amma muhtəva olaraq İslam nədir, bilgiləri yox idi. Atatürk'e qədər də çıxırdılar məsciddə, ərəb dilində ərəb dilində şey oxuyurdular, moizə. Nə deyirlər ona? Xutbə. Onlar da qoyun sürüsü kimi otururdular ora, heç nə anlamırdılar. Elə eşidirdilər ki, orada hərdən qulaqlarına bir dənə ərəbcə söz dəyirdi, mənasını, anlamını da bilməzdilər. Dağılıb gedərdilər. Şiələrdə də farsça oxumuşlar. Son zamanlar biraz gətirdilər, şey elədilər. Başa salsınlar deyə. Yaxşı, bu Türk hardan bilsin bu İslam nədir? Bir dənə xəbər eşitmişdi. Şiəsi əlini qutsayırdı, o birisi də Öməri. Müqəddəs sayırdı. Heç vaxt oxumamışdılar. Bu Quranda nə yazılır? Farslarda da yazılır. Yine Farslar 9. yüzyılda bu kitabı tərcümə etdilər Fars dilinə. Heç olmasa bir təbəqəyə oxuyanlar oxuyurdular, geri qalanlar da qulaq asırdılar. Bizler de İslam'ı Ərəblərdən almamışıq Türklər. Farslardan almışıq. Ona göre Türklərin İslami kavramları Ərəbcə değil, Farsçadır. Çünkü Kur'an'ın ilk defa deyirlər, Bəni Abbas zamanı bir zəng olur, İslamla Çin ordusunun arasında. Talas Savaşı. Talas Savaşı. Hə. Onda ərəblər bir tərəfdəymiş, Çinlilər də bir tərəfdəymiş. Türklərin məntəqəsindəymiş bu savaş. Qırğızistanda. Türklərin bir sıra tayfalarından Müslümanlara kömək eləyiblər və müsəlman olublar. Bazı tayfaları da zahirən azları
Az tayfaları Çinlilərə kömək eləyiblər. Çinlilər də şikəst yeyib bu savaşda. Buna zad olmayı ki, yəni türklər əvvəldə İslami ərəblərdən elə alıblar. Yox. Yox, bir dənə hadisədir da. Onu məsələn Bir dənə hadisə ilə bir millət zad tutmaq olmaz ki, düzdür. doğru. Bir dənə hadisə ilə, bir dənə savaşla, xuşunətlə bir millətin kültürü dəyişməz. Onun köçərsinə, kəndisinə, hətta dibinə qədər getməsi, bu dini inanış bir dənə savaşla olmaz. O, bilirsiniz necədir? Bəzi vaxtlar tarixin axışını, olayların oluş səbəbini anlaya bilmək üçün kimi insanlar, tarixçilər gətirirlər, tarixi təbəqəbəndi edirlər, təbəqə-təbəqə, mərhələ-mərhələ anlaşılsın deyə. Və bunu etdiklərində də çox zaman xəta edirlər. O xətalardan biri də elə bu Talas əfsanəsidir ki, Çinlilərlə ərəblər savaşı, bu da böyük savaş olmayıbdı. Çünki savaş Çin torpaqlarında olmayıbdı, ərəb torpaqlarında da olmayıbdı. Çindən çox uzaqlarda olubdu. Çinlilərin də şikəst yeməsini bu müsəlmanlar biraz İslamdan güya, məsələn, qeybidən kömək gəlmiş, Çinidən yenmişlər, ona bağlayırlar. Çinlər geri çəkilmişlər. Hansı səbəbə görə, strateji bir duruma görə ya taktik olaraq xülasə çəkilmişlər, savaşı faydasız görmüşlər. Geri çəkilmiş ola bilərlər. Çinlilərin o zaman nüfusları, cəmiyyəti çox idi. Yəni o aşırı dərəcədə bir məğlubiyyət ola bilməzdi. Sən öz torpağında savaşmırsan, başqa yerdə savaşırsan. Bunlar nasıl məğlub olacaq? İndiki Qırğızistanda yerləşir. Qırğızistanın Çindən bilirsiniz, o zamanki Çindən nə qədər məsafəsi var. O zaman Doğu Türkistan belə Çin deyildi hələ. Elə bil Çinin bir neçə dənə bir ləşkəri gəlib orada savaşıblar, geri çəkiliblər. İndi bunun adını deyirlər müsəlman tarixçilər. Müsəlmanlar Çinliləri orada yenmişlər. Yenmələrin də səbəbi türklərin İslama girmələri, ərəblərlə tanış olmaları və İslamla tanış olub İslamı qəbul etmələridir. Burada bir türk tarixçilərinin milliyyətçi bir zehniyyətlə saxta bir tarix uydurmağa çalışmışlar deyə düşünürəm mən. Çünki o Çin qaynaqları bizim əlimizdə yoxdur, orada nələr olubdu. O savaşı diqqətlə bilməmiz üçün ərəblərdə hələ o zaman tarix yazarlıq şəkillənməmişdi. Amma Çinlilərdə 2500 il bundan öncədən bəri yazı kültürü vardı. Mən bilmirəm nə qədər tərcümə edilmiş. Əlbəttə, indi əldə edə bilərik. İndi məsələn, yaxşı onu mənim yadıma saldın, xatırlatdın. Yapay zəkadan soruşdura bilərik. Çin qaynaqları Talas savaşında nə deyir? Çin dilindən tərcümə edib bizə deyəcək. Qədim zaman deyil ki. İndi burada sən də, mən də, başqalar da nə danışsa, oxuduğumuz kitablar ki, bilmirik, düzdür, Çin qaynaqlarının nə dərəcədə bilmişlər ya bilməmişlər. Nağıl uydurmuşlar da, tarixin çoxu nağıldır. Yapay zəka bu nağılların, bu əfsanələrin çoxunu ifşa edir. Məsələ, bir dənə savaşda bir toplumun məğlub edildikdən sonra İslamı qəbul edib etməməsi dursun bir yana. İslam axı bir dənə savaş məsələsi deyil ki sadəcə. İslamın kitabı var, Qur'andır. Talas savaşında türklərin yarısı, bilmirik yarısı nə qədər, xülasə Çinlilərin tərəfində durub ərəblərə qarşı savaşıblar. Yarısı da ərəblərin tərəfinə keçmişlər, o tərəfə qarşı savaşmışlar. Əslində burada yenən də, yenilən də bədbəxt türk olmuş. Çinlilər də çıxıb getmişlər. Çinlilər getmişlər öz ölkələrinə, vətənlərinə, sonra qalib gələn türklərlə ərəblər birləşib, məğlub edilən türkləri qılıçdan keçirmişlər hamısını. Gerçək budur. Niyə? Türkün gedəcək yeri yoxdur. Çinlilər öz torpaqlarında savaşmışdılar. Savaşı məsləhət bilməyib, geri çəkilib gediblər Çində
yerləşmişlər öz ölkələrində. Diqqət edirsinizmi? Gerçək olan budur. İndi orada savaşda bir tərəf qalib gəlib deyə türk müsəlman olar. Müsəlman olmaq elə bu cürdur. İndi məsələn biz müsəlmanıq. Ha? Yox. Sən İranda bütün İran millətinin sorsanız bütün İranda 90 milyonluq İranda 1 milyon adam tapa bilməzsən sən Qur'anı əvvəldən axıra oxusun. Tapa bilərsənmi? Heç mollalar belə oxumamış. Əllamə Təbatəbainin bir dənə sözü var. Dəhşət mənim xoşuma gəldi. Deyir ki, ayətullah olmaq üçün, risalə sahibi olmaq üçün Qur'anı oxumağa gərək yoxdur. Əllamə Təbatəbai deyir, ha, Təfsir Əl-Mizanın yazarı. Çünki ayətullah olmaq üçün sən xəbərləri toplamalısan. Nə bileyim, İmam Sadıq belə deyib, Əli belə deyib, Həsən belə deyib, Hüseyn belə deyib, Malik Əşdər onu deyib, şiələrin için deyirəm də, elə sünnilər qalsın bir yana. Sonra bu əxbarları toplayırsan, bir yerə bir dənə risalə yazırsan. Risalədə çünki ayətullah olmaq üçün, mərzəy təqlid olmaq üçün sənin risalən olmalıdır. Onu deyir, onun üçün Qurana ehtiyac yoxdur. Xəbərlərə ehtiyac var. Və bizim cəmaatda İranda və bütün ümumiyyətlə qeyri-ərəb ölkələrində hamısı xəbərlər üzərinə müsəlman olublar. Xəbərlər üzərinə. Çox ilginc bir şey söyləyeyim. Şahın zamanında yaxşı bir dənə proqram var idi. Heç olmasa Quranı oxudurdular. Bizim yadımdadır, mən 4-ü oxuyurdum, 4-cü sinifdə oxuyurdum da, biz inqilab oldu gərək. Ya 5-də. Amma 5-də oxuyurdum, 4-də də şey oldu. Bir dənə kitab var idi. Ədəbi fars dilinin yanında o Məkki surələri, balaca surələri oraya yazmışdılar. Əzbərləmişdik. Elə o zamandan bəri mənim əzbərimdədir. İqra bismi rabbukəl-ləzi xaləq, xaləqal insana min ələq. Fars ləhcəsi ilə əzbərləyirdik. İndi mən onu oxuyuram ərəblərə. Deyir, nə danışırsan? O hansı dildir? Bu cürdür. İslam inqilabı olandan sonra Qur'anın oxuması yasaqlandı. Qanunen yasaqlanmadı. Yazılmamış qanunla yasaqlandı. Niyə? Gətirdilər təlimat-ı dini, cihan-bini, İslami diye bir dənə, məsələn, bir ayətullahın suruş yazmışdı əvvəl, sonra nə bilim başqaları. Onların İslam üzərinə təfsirlərini bizə İslam olaraq beynimizə yeritdilər, yerləşdirdilər. Bunun harası Quran oxumaq oldu? Düz deyir də Əllamə Təbai. Deyir, ayətullah olmaq üçün, müştəhid olmaq üçün Quran oxumağa ehtiyac yoxdur. İslami xəbərləri oxumağa ehtiyac vardır. Düzdür? Düzdür. Yaxşı. İndi o zaman Türklər Talas Savaşındakı İslamı qəbul etmişlər. Türk coğrafiyası şiddət və xuşunət coğrafiyası olmuşdur. Bərəkət olmamışdır. Yağış yoxdur, su yoxdur. Su olmadığı üçün biz köçər olmuşuq. Ərəblər köçəbə olmuşlar. Su olmayan yerdə millət məcbursan sən məsələn 70 dərəcə, 60 dərəcə isti olur Orta Asiyada. Qışda da 40 dərəcə, 50 dərəcə soyuq olur. Orada sən qoyun saxlaya bilərsən, ölər də donar. Sənin iqtisadi qaynağında qoyunçuluqdur. Məcbursan, hava soyuyanda gedirsən isti yerə ya qışdağa, qışda qışlaqda qalasan, yayda da yaylaqda qalasan. Bizim də iqtisadi qaynaq. Bunların ikisinin də göçəbə olmaqları həm ərəblərin, həm türklərin. Bunların ikisinin uyumlaşmasında təsiri olubdur. Mən onu istəyirəm açıq. Onu anlatmağa çalışıram. Evet. Bəli, farslar məsələn o cür ərəblərlə uyumlaşan yerləşik, evet, doğru. Yerləşik həyata sahib olmuşlar. Farslar bizdə olmamış. İndi bizim üçün köçəri olmaq günah deyil ki. Bütün insanlığın tarixi köçəri həyatla başlamış. Bilinən bu şəhərlər filan yer üzü var olandan təsis edilməmiş ki. Biri daha əvvəl keçib, biri daha sonra, biri daha sonra, yavaş-yavaş.
buzul çağdan sonra bütün xalqlar köçəri olmuşlar. Yani göçmüşler bu yerden o yere, uygun torpaqlar axtarmışlar. Bizim dilimizdə iltisaq edildi. Fe'l formu var, isim qıtlığı var Türk dilində. Və köçəri olmaq neyini ki? Bu təbiət böyle etmişdi. Mesela niye biz Avrupa'da dəvə olmamış, bizdə olmuş? Ne bileyim, Amerika'da qızıl dərilerde dəvə yoktu, at da olmamış heç. Bizlerde olmuş. Bu ya mesela Hindistan'da ya Çinlilerde falan. Onlarda olsa da bu bölgelerden taşımışlar. Onu biz bilmiyoruz. O tabiatın seçim olmuş. Şimdi mesela iman edenler derler Allah'ın işidir. Ruslarda niye dev olmamış? Deve ne demekti? Deven vardısa sen köçeri hayat yaşamalısın da. Başka yolu yok. Çünkü az susuz torpaqlarda yaşamanın şərti dəviyə sahib olmaqdır. Az su içir, günlərcə yol gedir. Bol su olan yerdə dəviyə ehtiyac yoxdur. Niyə? Çünki sən bir dənə çayın qırağında, bulağın yanında artıq yerləşirsən, sən dəviyə nə ehtiyac var orada? Qoyuna ehtiyac olar, inəyə ehtiyac olar. İçecek suyu da vardı. Ona göre bunu qalxınc falan değil. Bu təbiətin işidir. Aşağılığı, üstünlüğü yoktur. Laf bilə mən dünənə qədər köçər olmuşam. Bugün də köçərlikdən ayrılırım. Tarixin kökü geçmiş zamanda değil, gelecek zamandadır. Mesela bir 20 bin ildən sonra bu sözlerin anlamı olmayacak. Çünkü 20 bin ildən sonra hayat değişecek. Yerleşik hayat başka şəkil alacaq. Muhtemelen köçəri həyata keçəcək bir də tarix. Şəhərlər partlayacaq, dağılacaq. Düzdür? Məsələn, indi ölkənin rəis cumhuru deyir ki, Tehranı tərk edin. Hara tərk edib geçsin? Belə adam. Hara keçsə belə insan, getdiyi yerdə yer olacaq yaşamaq, su var. Məcburdular. Görürsünüz, təbiət özü zorlayır tezdən köçəri həyata. Bəlkə köçəri həyatın şəkli dəyişə bilər, amma nə fərq edər ki? Bəlkə yenə də elə dəvənin önəmi çıxar ortaya. Çünki elə yerlərdə yerləşə bilər insan, orada teknolojinin çıxa bilməzsən, uçub gedə bilməzsən, dəvə ilə çıxarsan. Gerçək nədir biz? Tarixi gerçəyi bilmək üçün tarixə fenomenolojik olaraq yanaşmaq lazımdır. Nə deməkdir? Yəni, necə olub onu bilməyə çalışmalıyıq, o çətindir. Bu xəbərlər ki, biz eşidirik tarixlə bağlı, bunlar nə qədər güvənilirdi. Bu haqda İbn Xəldunun gözəl mühakimələri var. Nə bilim, o belə yazıb, bu da belə yazıb, bu da belə yazıbdır. Yazıbdır da biz yazılanlara inanmalıyıq. O yazılanlara inanacaqsaq, onlar vəhy kitab olar da. Peyğəmbər gətirmiş, deməli ki, onu Allah yazıbdır. Allahın kəlamıdır. Əgər hər hansı tarixi xəbəri biz həqiqət kimi qəbul ediriksə, o zaman biz o tarix bilgisini yazanı Peyğəmbər qəbul etməliyik. Hardan bilirsən doğru yazıb, yanlış yazıb? Onu sorgulayaraq, nəqd edərək, intiqad edərək, rədd edərək, qəbul edərək, xülasə belə də çək-çevir nəticəsində biz gerçəyə çatmalıyıq. Gerçəyə çatdıqdan sonra o gerçək bilgi üzərində istinbatlarda, çıxarımlarda bulunabiliriz. Burada mənim söylədiyim Fars-Türk məsələsi deyil. Mənim Fars düşmanlığı deyə bir şeyim yoxdur. Farsların, bizim tariximiz Fars dilindədir. Bizim 1200 il tarix, Türk tarixi, Türk dilində heç bir şey yoxdur. O tərəfdə kimdən işim yoxdur. Mənim bildiyim dil Fars dilidir.
Ana dilim türkçə də olsa. O tarixi Beyhəqini başlayırsan, o Qəznəvinin tarixini, Qaraxanlının tarixini, Karlukların tarixi, Moğolların tarixi, Rəşidəddin olmasa Fəzlullah Həmədani, biz o tarixi anlaya bilərik. Ümumiyyətlə, türk tarix yazarlığı nə zaman başlayıb? Ha? Heç bir türk devləti zamanında türk tarix yazarlığı olmamışdır. Moğollar zamanında olmuştur. Türk tarix yazarlığı Moğollarla başlamış. Yani bu ki bizlər deyirik mesela 24 Oğuz boyu falan. Bunu kim yazmış? Bunu Fəzlullah Rəşidəddin Həmədani Farsça yazmış. Kaşgarlı'nın yazdığı Ərəbcədir. Ərəbcəni də biz heç vaxt bilməmişik. İndi də bilmirik. Farsçayı bilmişik. Biz Fars dili üzərindən mədəniyyət təsis etmişik. Bizim türklərin mədəniyyətinin dili Farsçılıqdır. Bu həqiqətdir. Onu Rəsulzadə çox gözəl izah edir. Deyir, bu müştərək tarixi biz o tərəfə buraxa bilmərik. Nə olsun, dili Farsçadır. Sən Səlcuqnamə adında bir dənə kitab yazılmış. Öyle bir kitab yazılıbdır türk dilində. İşte türk dilində Səlcuqlular zamanında tarix yazılıbdır. Ya da Səfəvilər zamanında. Ya da Qacar zamanında. Hiçbir şey yoktu. Niye Farsça olubdu? Çünkü Fars dilində yazılanlar arşivləşirdi devletlerin arşivlərində. Türk dilində yazılanlara dəyər verilmirdi. Bunu Rəsulzadə belə izah edir. Deyir, türk dilində nə yazılırdısa ona la ədri ədəbiyyatı deyilirdi. La ədri. La ədri yəni bilinməz. Yəni, çünki əlifbası yox. İndi siz deyə bilməzsiniz, gök türklərdə əlifba olub. O əlifbadan istifadə edilmirdi də. Ya, onu biz bilmirdik. Onu da İngiliz Danimarkalılar kəşf etdi. Bizə dedilər, sizin bir tarixiniz var. Oxuyana bilmədik üçün türk dilindəki olurdu la ədri. Oxuya bilməyəndə atırdılar zibil qabına. Gedirdi. Nə qədər kitablar bu cür batıb gedib. Hər halda o boyda tarixdə mənim kimi, sənin kimi, başqaları kimi ana dilini sevən insanlar olmuş da, onların yazdıqları hamısı batıb getmiş. Kitabı Dədə Qorqud kimi. Kitabı Dədə Qorqud hansısa bir türk ölkəsinin, türk kitabxanalarının arşivindən mi çıxdı sizcə? Yox. Avropalıların arşivindən çıxdı. Heç Avropalılar olmasaydı türk tarixi bu indi bizim bildiyimiz bilgilər də olmayacaqdı və Çinlilər olmasaydı. Biz qaynaq oradan gəlir. Yəni Orhun Yenisey abidələrini Avropalılar oxumuş. Kitabı Dədə Qorqud Avropalıların sandıqlarından çıxartmışıq. İndi onların elinə çatmayan nə qədər ədəbiyyatımız yox olub gedibdir. Amma Fars dilində yazılanlar. Çünki Fars dili təqdir edilmiş, ədəbiyyat dili olmuş, şeir dili olmuş, hamı oxuya bilmiş. Ümumiyyətlə, İslam tarixi mərhələsində türklərin yazıb oxuması bilməsi, Fars dilini bilməyənə yazıb oxuması olan deməzdilər. Ona Rəsulzadə deyir, la ədri deyərdilər. Aşıqlar, məsələn, Qaracaoğlan, nə bilim, Ələsgər, bunlar bu səviyyədə də köylülərə xitab edən, onların da elmi, tarix baxımından və ədəbi baxımından ədəbi ərzişləri olmadığı üçün bunlar arşivləşməmiş. Elə son zamanların tək-tək ilişib qalıb yadlarda. Bu cürdür. Evet, yani o Talas məsələsini orada nə olub onu biz ayrıntılarıyla bilmərik. Belə Talas dönəmi savaşının mütəxəssisi belə anlaya bilməz. Ümumiyyətlə tarixi biz anlaya bilərikmi? Hə? Tarix olub çıxıb gedib, necə anlaya bilərik? Fenomen olaraq biz tarixi anlaya bilmərik. Tarix o zaman nədir? Çünki o fenomeni biz görmürük. Onun iştirakçıları, yaşayanları, qadınları, çocukları, savaşçıları hamısı yoxdur ortalıqda, ölüb gediblər. Bunu necə biz anlaya bilərik? Anlaya bilmərik. Biz bir təsəvvür əldə edilən qaynaqlar ki, deyirik tarix qaynaqları, onları toplayırıq bir yerə və bəlli bir dönəmlə bağlı bir təvəhhümümüz olur, bir təsəvvürümüz olur. Və ona deyirik tarix bilgisi. Yoxsa tarix heç bir zaman anlaşıla bilməz. O Talas məsələsi də ki, o boyda məsələn indi ordular qarşı-qarşıya gəlib falan, biz onun haqqında bəlkə Çin dilində bir 5 paragraf, bəlkə bir mətn olar. Deyəlim 2 paragraf da ərəb dilində olar da.
Çünki ərəb dilində o tarix yazarlığı başlamamışdı. 751-ci il Talas savaşı olur. Yaxşı? 751. Yəni Əməvi dövlətinin süqutunun həmən arxasınca. Hələ İslam tarixi belə yazılmayıbdı. Talas haqqında bunlar nə yazacaqlar? İslam peyğəmbərinin həyatı filan Əbbasilərdən bir 30-40 il sonra yazılmış. Halbuki Talas savaşı Əbbasi dövlətinin quruluşunun ilk illərində başlamışdır. Çin dilində də 4-5 dənə qaynaq olar da. İndi onu çox gözəl söylədin. Ərəblər göçəbəd olmamışlar, bədəvi olmuşlar. Yəni göçəbəlik bədəvilikdən ictimai təkamül baxımından bir addım irəli, 10 addım bəlkə irəlidir. Çünki göçəbələrin malı, mülkü, qoyunu, dəvəsi falan olmuş. Bunlar elə məsələn bir dənə lider axtarırmışlar, fütuvvətli, belə iri boylu, qorxmaz, cəsur. Geçsin onun ətrafında toplansınlar, o birisi ərəb tayfasını yağmalasınlar. Öldürsünlər, bir-birinin ətini yesinlər. Türklərdə də başqa millətlərdə də olub, amma türklər də daha əvvəllər olmuş, ərəblərdən daha sonra. Amma İslamın öyrətiləri onlara dedi, bir-birinizi yağmalamaq əvəzinə, gəlin mən sizi birləşdirim, gedin başqa ölkələri yağmalayın da. Ərəbləri birləşdirdi. Yoxsa o bədəvi sözü ibtidai sözündən də ilkel deməkdir. Primitiv, həyata belə tarixə girməmiş. Heç bir şey olmayan. Məsələn, Əbu Zər Qəffar, Əbu Zər kimdir o kişinin adı? Qəffaridir də o, hə? Onun adını mən yanlış söyləməyim. Qəffari. Əbu Zər Qəffari bədəvilərdən olmuş. Sonra bir xəbər eşitmiş ki, Muhammed diye biri çıxmış və deyir Peyğəmbərəm filan. Gəlmiş onu aramış. Ondan sonra onun həyatını mən oxudum. Bədəvi ərəblərdən olmuş. Bir-birlərinin başını kəsən ərəblərdən. Diqqət edirsinizmi? Ondan sonra bu yağma savaşlarında birləşmişlər. Millət təşkil etmişlər. Mütəəssifanə biz nə qədər dostluqdan, qardaşlıqdan, millətlər arasında, xalqlar arasında dostluqdan danışsaq da tək-tək insanlar olaraq millət olmanın bir şərti də müştərək bir düşmənə sahib olmaq deməkdir. Diqqət edirsinizmi? Məsələn, İran rəsmi ideolojisində Türk düşmandır. Bu həqiqətdir. İranda məsələn 40 milyon Türk var. Qacarların ortasından başlamış Pəhləvilərə və Cumhur İslamının indiki durumu, varlıq durumuna qədər rəsmi tarix bilgisində Türk düşman deməkdir. Zaten bu İran şəhridir, nə bilim pan-İranizmdir falan ki, bunlar deyirlər Türk işğalçıdır falandır. Ya məsələn biri var ha, o çıxırlar televizyonda deyir ki, biz iqtidara gələndən sonra siz evinizdə də Türkçə danışa bilməyəcəksiniz. Diqqət edirsinizmi? Cumhuri İslamı deyir sizə, Türk dilində ad verməyi yasaqlayır. Biz Türkçə, məsələn, mənim adıma uşaqların adını qoymuşlar İranda, pasport vermirlər, gördünüz də. Güntay pasportunu vermirlər. Bunlar nə deyirlər? Deyirlər, biz iqtidar ələ keçirdikdən sonra Cumhuri İslamının bu mərhəmətini ortadan qaldıracaq. Siz evinizdə Türkçə danışa bilməyəcəksiniz, evinizdə. Görürsünüz? Yaxşı. Bu nə deməkdir? Deyirlər ki, bir İran milləti təsis edirik və İran millətinin kimliyi içərisində Türkcə bir söz olmamalıdır. Siz yabancısınız, bu torpaqlara gəlmişsiniz, Səlcuq axınlarıyla, o axınla, bu axınla. Yaxşı, görürsünüz, düşmançılıqdır da. Bunlar da şimdi bizdə aşırı bu pan-türkist hərəkətləri ortaya çıxır. Bu bir təpkidir. İranda Türkün, türkçülüyün qaynağı yoxdur ki, kitabı yoxdur. Sən bütün İran tarixindən türklərə dair bir dənə estetik, ədəbi mətn tapa bilməzsən, yoxumuzdur. Hələ İran qalsın bir yana, Azərbaycanda da olmamış. Azərbaycanda da Türkmənçay müqaviləsindən sonra
orada Türk dili yazıya geçmiş, hatta modern edebiyata geçmiş Mirzə Fətəli Axundovla filan. Bundan önce yoktu ama onların da dili medeniyet dili Farsça olub. Osmanlıda da Farsça olubdu. Boş söhbətdir. Deyirlər həm Osmanlıca olmuş, Türkçe olmuş. Osmanlıca, Türkçe olanlardan siz cahanşumul değeri olan bir metni tapabilmezsiniz. Tapabilmezsiniz. Ancak Fars dilinde 2200 cilt sadece Osmanlı döneminde şey yazılmış. Eserler yazılmış. Mesela bende bir tane kitap var. Osmanlı dönemi 16. yüzyılda Farsça yazılmış. Ali Əkbər. Sultan Səlimin Çin'e yolladığı səfirin xatirələri. Japoniyada çap olmuş kitap. Çok da nəfisdir. O da Japon tarihi ilə bağlı. Oralarda gedib görmüş. Orada bilgi olduğu için Japonlar bunu Japon şərqşünaslığı estetik bir şekilde elə gözəl çap etmişler. Axırında 10-15 səhifə Osmanlıca bir şeyler yazıb. Anlaya bilmirəm nə yazıb. Fars dilində oxuyuram, tərtəmiz yazıb. Fars dili Osmanlıca mən onu anlamadım nədir. Özləri də bu Türkiyəlilərdən anlamazlar. Qrameri yoxdur. Özdə kitab gör necə şeirlə başlayır. Xətainamədir kitabın adı. Xətainamə ra ağaz kردم در گنج نهانی باز کردم. Mefailun feulun. Çok güzel şiirler de var içerisinde. Şiirinde müvellifi yazarın özüdür. Çünkü İran'da tarih yazarlığıyla şiir iç içe girmiş ve çok güzel bazen mesela bir tane şiirle elə güzel onu formalize etmişler. Şiirde de riyazi, matematiksel ölçü olduğu için adamın beyninde ilişip kalır. Mesela benim beynimde Alparslan Səlcuqlunun tarihi bir tane Beyt Sənayi Qəznəvi ilə yadımda qalıb. O şiir ilə oxuyanda yadımda qalmış. Benim de biraz şair olduğum, biraz yok, elə hafizəm doludu şiirlə. Dolu olduğu için tez yadımda qalır. Yani axırda nə bəla gəlir, onu bir dənə beytinə Sənayi Qəznəvi belə yazıb. Deyir ki, bu Sultan Alparslan savaş zəfərindən sonra, nədir o? Malazgirt zəfərindən sonra gedir Mərvidə biri baş kaldırmıştı Qaraxanlılardan. Onunla savaşa gedir. Onu əsir yakalayır, Yusuf adında birini. O da başlayır bunun dedesine babasına söyüşürmeye. Deyir onun elini açsın özüm öldüreceğim Alparslan. O da qurşağında gizlin bir küçücük bir şey, kəsici, mıx kimi bir şey gizlətmiş imiş. Elini açırlar, bu geçsin onu öldürsün. O da fürsətten istifadə edir. Gəlir bunu qucaqlayır. Elindəki o kəsicini yerləşdirir bunun ürəyinə. Alparslan Səlcuqlunu öldürür. Dikkat edirsinizmi? Gör bunu necə bir dənə beytdə, qəsidədə bir dənə beytdə necə yazır Sənayi Qəznəvi. Deyir ki, Sər Alparslan bini zirəfət rəfti bər gərdun bemərva ta ki xakəndər sərim Alparslan bini. Yani Malazgirt Savaşı'ndan sonra İslam dünyasında bunun adı göylere yükselmiş imiş de. Deyir onun cəldinə görünən ki, Mərvidə bunun şeydir, torpaq tökülmüş başına, toprağın altına girdi. Bu tür şeyler vardı. Yani bu Talas Savaşı'ndan sonra bunlar uydurmadır ki, ne bileyim, İslam'ı kabul etmişler Türkler, İslam'ı kabul etmemişler. Talas Savaşı'nda Türkler gördüler ki, Türkistan coğrafiyasında yaşamakla İslam'ın yağma, ganimet toplayarak zenginleşme hemahengdir. Uyum içindedir. O şekilde kabul ettiler. Bu İslam'ı kabul etmek anlamında değil. Mesela Oswald Spengler bu konuda bu şekilde deyir.
bir görüşü var. Der ki, Türkler İslam'ı kabul ettikten sonra der, elbette der, Türkler olmasaydı İslam olmayacaktı. Çünkü İslam'ın enerjisi, iç yakıtı, iç enerjisi bitmişti. Türkler gelmeseydi muhtemelen Haçlı savaşlarda İslam'ı tarihten siləcəkdilər Avropalılar. Ama der ki, Türkler İslam'ın gövdəsiyle irtibatda oldular her zaman. Yani mədəni sureleriyle irtibata girdiler. Onun vəhyi derinliğinden feyziyab olmadılar deyir. Ve doğru söylüyor. Sen Türk dilinde mesela o təsəvvüf ədəbiyyatı var ha İslamda. İbni Ərəbi, Moğləvi, Hafiz, Sədi, ondan sonra Fəridəddin Əttar, Nişaburi. Bunların heç birisi bizim dilimizde yoktu ki. İslam'ın da muhtevası, mənəviyyatı, vəhyi oralardadır. Başka xalqlarda. Der bundan feyziyab olmamışlar Türkler. Ama der ki İslam'ın gövdesi zaten yaralanmıştı. Ərəblərin enerjisi tükenmişti. Bitmişti. Selçuklar geldiler. Sonra Moğollar geldiler. Moğollardan da sonra Osmanlılar yükseldiler ve İslam'ı yaydılar. Koymadılar İslam'ın çöküşünü önlediler. Evet, o Talas Savaşı falan, ne oradan İslam'ı kabul ettiler, ne, bunlar efsanedir, nağıldır. Biz heç vaxt şey etmemişik. Belə nəzərə gəlir ki, o Talas Savaşında hər iki tərəf, həm Çinlilər, həm də Ərəblər Türkləri savaşçı olarak işe almışlar. Çünkü Türk savaşçı olmuş. Bunlar bir dəstəni anlaşıp, mesela demişler ki, yağmalar sizin olacak, paylaşacağıq. Çinliler de o taraftan destek vermişler. Demişler, biz daha güclüyük, biz daha size yakınıq, çünkü Bağdada daha çok uzaq idi, orada Çin'e daha yakın idi. Bir dəstə ona inanmış, bir dəstə buna inanmış. Savaşan Türkler olup birbirinden. Çünkü o zaman Göktürk İmparatorluğu çökmüştü. Türklerin düzeni dağılmıştı. Devlet çöküşü çok tehlikelidir bir millet için. Ama sonra İslam'ı kabul etme süreci Türklerde bilinçli bir şekilde Karahanlılar devleti zamanında olmuştur. Çünkü İslam'dan sonra, İslam dünyada var olduktan sonra Türklerin kurduğu ilk devlet Karahanlılar devleti olmuştur. Satık Buğra 921. yılda, yani 10. yüzyılın evvellerinde İslam'ı kabul etmiş ve Hanefi mezhebini de devletin resmi ideolojisi olarak seçmiş, adını da değiştirmiş, koymuş Abdurrahman. Satuk Buğra. Evet. Ama bununla da yetinmemiş. Yaxşı. İndi qaynaq nereden gelecek? İslam'ı kaynağı hardan bulacaklar? Bunlar Fars dilinde tercüme edilmiş ya Fars dilinde üretilmiş İslam'ın bilgileri ne var idiyse onu oradan alırdılar. Mesela Kur'an Fars diline ilk defa olarak Samaniler zamanında 9. yüzyılda tercüme edilmiş. Tarih Təbərini Fars diline tercüme ettiler. Tarih nedir o? Ya Bəl'əmid de o tarihin adı. Öyle değil mi? Fars diline tercüme edilen tarih kitabının. Bir tercüme hareketi başladı Fars dilinde. Ve Fars dili sıçramağa başladı. 9. yüzyıldan o tarafa Fars dilinde hiçbir kaynak yoktu. Bir dənə siz kaynak göstərə bilməzsiniz. O demək deyil ki, Fars dili olmamıştır. Farsça olmuştur. O da indiki İranda Fars dili olmamıştır. Xorasanda olmuştur. Şərqi Xorasanda. Yani Afganistan'da, Tacikistan'da, Özbekistan'da, buralarda. Fars dili burada doğdu. Buxarada. İlk şairi de kimdi? Peder şeiri Farsı deyirlər. Ha? Fars dilinin atası kimdi? Rudaki. Evet, Rudaki. Bu yüzüye muğluya anaya təmi. O Buxara emirinə deyir. Yar-ı mehriban aya təmi. Bunu Mərziyə də oxumuş, çox gözəl oxuyur. Ey Buxara, şad baş o şad zi, şah suyet mihman aya təmi. Mirma hest o Buxara asman, mah suyi asman aya təmi. Nə qəşəng şey yazmış hələ, nə gözəl yazmış görürsən dilin estetiğini. Elə bil bugün yazılmış.
Nə qəşəng. Bu şəkildə oldu. Ondan bunlar Quranı fars dilinə tərcümə etdilər Samanilər zamanında. Qaraxanlılar dövləti də, yəni türklərlə ərəblər arasında İranlılar, İranik dillilər mövcud olmuşdur. İlk dəfə olaraq 11-ci yüzildə Quran türk dilinə tərcümə edilir. Amma bu tərcümə ərəb dilindən başlamır. Fars dilindən türkçəyə tərcümə edilir. Çox gözəl türkçə sözcüklər də istifadə etmişlər. Mənim xoşuma gəlir. O sözlərdən biri də bəlgü o zaman istifadə etmişlər. Bəlgü, yəni ayət. Hətta mən bir dənə şeirimdə onu istifadə etmişəm. Rədif kimi. Məsələn, o sözlərdən biri olmuş bəlgü. Quran tərcüməsində. Bəlgü nə deməkdir? Bəlgü yəni ayət. Quran ayətinə demişlər bəlgü. Nişanə, əlamət. Gözəl sözdür də bunlar. Yaxşı qavramlar da ürətməyə çalışmışlar. Amma farsçaya qarşılıq olaraq. Diqqət edirsinizmi? Farsçaya qarşılıq olaraq. Ərəbçəyə deyil. İlk Quranın tərcüməsi o zaman olmuşdur. Ona görə də bizim dilimizə kitabların hamısı İslami qavramların o qavramlar fars dilindən gəlmişdir. Bizə. Şeydən gəlməmişdir. Ərəb dilindən gəlməmişdir. Məsələn, bizim dilimizdə müsəlman deyə bir söz var. Müsəlman nədir? Ərəb dilində müsəlman deyə bir söz yoxdur. Varmı müsəlman? Yoxdur. Müsəlman farsça bir sözdür. Ərəbcə deyil. Ərəblər özlərinə müsəlman deməzlər. Nə deyirlər? Müslüm deyirlər. Muslimun deyirlər. Amma müsəlman deməzlər. Niyə? Çünki ərəb dilində və Quranda müsəlman deyə bir söz yoxdur. Yoxdur. Olmadığı üçün biz sadəcə türklər və farslar müsəlman deyirik. Müsəlman nə deməkdir? Bunu məsələn Deyxudada bu şəkildə izah edir. Müsəlmandakı mim hərfi məf'ulidir. Mesli mənasında, manənd, gibi mənasında türkçə. Səlman da olur, Səlman-ı Farsi. Səlman, yəni manənd-i Səlman. Yəni, orada milli İslam təsis etmə başladığı üçün fars dilində mesli Səlman-ı Farsi kimi müsəlman olmaq. Biz də oradan almışıq. Məsələn, ərəb dilində bot yoxdur, botpərəstlik. Türkiyədə put deyirlər, B hərfini p etmişlər, bilmirəm niyə. Farsçadan, daha doğrusu, heç farsçada da deyil, sanskritçədir, amma fars dilinə, solcaya geçmiş, oradan da gəlmişdi bizim dilimizə. Ərəb dilində botpərəstlik, məsələn, İbrahim bot şikən falan deyirlər, bot qıran İbrahim. Mən də o bot sözünün anlamını bilməzdim. 4-5 oxuyur. Oxurkən deyirdilər ki, İbrahim gedib botları qırmış. Mən elə bilirdim, bot bu Savalan dağı boyda bir şey olmuş, onu yerindən qaldırmış. Sonra ki bildim ki, bu bot balaca taxtaymış. Bir adam əlinlə qaldıra bilərmiş, ora da qoya bilərmiş. Bunu qırmış. Yadımdan çıxmaz. Onu öyrənəndən sonra dedim, baba bunlar bizi, hələ uşaq ağlımla dəli sayırlar. Onu nədir, onu mən də qırıram da, bu botu qırmaq. Mən elə bilirdim, çox iri bir şeydir bu qırdığı ki, heç kəs onu qıra bilməzmiş, bu qırmış. Taxta parçasını qırmış. Məsələn, 1 metr, 2 metrlik uzundakı taxta parçanı. Ərəblər buta nə deyirlər? Deyirlər vəsən. Çoğulu da olur əfsan. Əlbəttə, nöqtəli S ilə yazılır da.
Namaz sözü yoxdur. Biz farslardan almışıq. Abidəst, nə bilim, dəstəmaz sözü yoxdur ərəb dilində. Sonra nələr yoxdur? Çox şeylər yoxdur. Oruç. Oruç deyə bir söz yoxdur ki. Türkçədə də, ərəbcədə də. Ərəblər deyirlər siyam. Biz ruzə sözünü eləmişik oruç. Çünki Türk dilində r hərfi ilə başlayan söz yoxdur. R hərfi ilə başlayan sözün əvvəlinə, sözün ahəng qanununa görə bir ünlü artırarıq. Yəni hərfi sedadar əklərik. Ondan sonra deyərik. Məsələn, rıza demərik biz. İrza deyərik. Rəhim demərik. İrəhim deyərik. Ruzə demərik. Ruz demərik. Oruz ya da oruç. Oradakı z hərfi ilə s hərfinin arxasını ortasında bir söz gibi deyərik. Oruç da ruzə sözünün Türkçəyə həmahəng olmasının nəticəsidir. Belədir. Yəni biz İslamda, bizim dilimizdə nə vardısa bunlar məsələn namaz sözü nəmidən sözündəndir də. Əski farsçada. Nəmidən yəni səcdə etmək, ruku etmək. Farsçadan almışıq. İslamı tamamen biz farsçadan almışıq. Bu həqiqətdir. İndi o bəlqi sözünü mən bir dənə qəzəlimdə, qəzəl yox, bir qəsidə yazmışdım. Türk dilində qəsidə azdır. Bir dənə məşhur Fuzulinin bir qəsidəsi var. Su qəsidəsi. Bilinən qəsidə odur. Saçma ey göz, əşkidən gönlümdəki odlara su. Kim bu dənlü tutuşan odlara qılmaz çarə su. Belə. Amma mənim bu qəsidəmdə bir tane məsələn odlaranı odlara edir qəzəl və şeyə görə. Türkçənin belini qırırlar bu cür yazdı. Amma mənim əruz ölçümdə bir dənə sən sınıq belə nə deyirlər ona zihafdır, sonra imalədir. Bunları görməzsən. İmalə, zihaf. İmalə yəni meylkərdən bir dirazi, təmayül. Təbrizdə deyirlər, imalə etmə, sinirlənəndə, əsəbləşəndə. Yəni uzatma da, uzatmaq deməkdir imalə. Məsələn, odlaranı Fuzuli etmiş odlara. Ahəng qanunu da pozmuş. Kim bu dənlü tutuşan odlara qılmaz çarəsi. Odlara desə vəzn ölçü pozulur. Odlara da deyəndə sözün beli qırılır. Ona görə əruz ölçüsündə yazılan şeirlər Türk dilinə çox zərbə vurmuş. Çünki Türk əruzunu kəşf etməmişlər. Mən əruz ölçüsündə yazıram. İndi baxın bu qəzələ. Bəlqü. Ey gözəlcik sevdiyim yar. Bal dodaqlar bəlgüdür. Bol gözəllik çağrışırkən al yanaqlar bəlgüdür. Çox araşdırdım. Nədir varlıq zaman bağlantısı? Gördüm artıq bəlgüdür, varlıq və çağlar bəlgüdür. Bircə sonsuz vardı yalnız, bircə sonsuz var uzay. Ay, uzay bağrında ulduzdan qalaqlar bəlgüdür. Mən yaxınlıqlarda bulmuşkən sükunət ansızın, bilmiş ol söyləndi bir çağrış, uzaqlar bəlgüdür. Evrənin sonsuzluğundan dərs alırkən bilgələr, yolçuluqlar bəlgü, yollar bəlgü, dağlar bəlgüdür. Ey günəş, sən zirvələrdən boylanırkən anladım. Həm qaranlıq bəlgü, aydınlıq və ağlar bəlgüdür. Var düzən evrəndə varlıqlar deyildir bəlgüsüz. Zərrənin bağrında yerləşmiş odaqlar bəlgüdür. Yüksəlib bir dağ başından boylanırkən yollara, dağların köksündə ırmaqlar, bulaqlar bəlgüdür. Bir dərin sevgi ilə bağlanmış könül azadlığa yox. Qırılmazdır bu bağlar, çünki bağlar bəlgüdür. Ən böyük fürsət yaşamdır, başqa bir şey düşləmə. Getdilər
getmiş olanlar, vardı sağlar, bəlgüdür. Uzun bir dənə qəsidədir. Son bəndini də oxuyum. Musiqiymiş gönlümüzdən yüksələn səslər. Bütün susqular bağrında vardır çağrı çağlar bəlgüdür. Bir dağın köksündə yerləşmişdi gördüm bir oba. Söylədim evlərdə köz vardır. Ocaqlar bəlgüdür. Çox qaranlıq gördü, yalnız doğruluq sarsılmadı. Doğruluqlar bəlgüdür, gerçək və haqlar bəlgüdür. Sən yükümləndin gözəlliklərlə könlüm, bilmiş ol. Sevgilər çağrışdıran dillər, dodaqlar bəlgüdür. Dil buna deyərlər. Şeir dili belə olar. Yoxsa ərəbin, farsın tört töküntüsünü doldurmuşlar, heç bir şeydə anlamaq olmur. İndi bizlər anlayırıq, çünki bizim ərəbcəmiz, farscamız var. Amma o türk ölkələrinin heç birisi bizim dilimizdə yazılan. Əski mətnləri anlamaz olmuşlar, anlamışlar.